Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Xırdalan dairəsindən Araz Marketin arxasından təxmini hardasa 200-300 metr məsafədə, Xırdalan yoluna da təxmini 200-300 metr məsafədə, Sumqayıt-Bakı yoluna da təxmini 200-300 metr məsafədə, qapının ağzına qədər asfalt olan ərazidə təxmini hardasa 1.8-2 sota yaxın sotda inşa olunmuş kupçarı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Və nəzərinizə çatdırım, qapının ağzına qədər asfaltdır. Giriş hissəsidir, darvazadır, evin özünün çardağı, həyətində çardağı. Keçən də evin həyəti ilə, sonra evin içi ilə tanış olaq. Və nəzərinizə çatdırım, bura həyətyanın sahəsidir. Həyətin gördüyünüz kimi tamet daşları vırılır. Ev kürsülüdür, 5 daş kürsüdə inşa olunub, qanunu 2 mərtəbədir, 4 otaqlıdır, tam təmirlidir. Ev əşyalı da satıla bilər, amma biz qiyməti əşyasız deyəcək. Bunu nəzərinizə çatdırın. Kim istəsə o əşya ilə də əlavə qiymət danışa bilərlər. Gördüyünüz kimi, həyətyanın sayəsi hardasa 200 maşın daxil ola bilər həyətinə. Demək, hörmətli izləyicilər, həyəti gördüyünüz kimi, bütün nə varsa sistemlər hamısı qurulub, həyətində belə yay mətbəx üçün belə su bulağı yaradıb. Gördüyünüz kimi də bu evin xaricı bunun üstünü belə qəşəng sərgəli çardaqdan örtüb. Giriş darvazası da rahat gördüyünüz kimi 3 metrdir. Keçən də evin içi ilə tanış olaq. Tametlərindən arasında burada draplar qoyulub. Maşın yumaq üçün, palaz yumaq üçün ən əlverişli bir şərait yaradıb ev sahibi. Keçən də evin içi ilə tanış olaq. Qalxırıq buradan yuxarı. Qalxan kimi gördüyünüz kimi giriş hissəsidir, dəhlizdir. Sol tərəfə ikinci mərtəbəyə qalxmaq üçün pilləkəndir. Ev kupçalıdır, nəzərinizə çatdırım. 2 mərtəbəli evdir. Sağ tərəfdə qonaq otağıdır. Əşyaları sağlamdır, hörmətli izləyicilər. Nəzərinizə çatdırım. Ev əşyalı da satıla bilər, amma elektroniksi satılacaq. Satıla bilər, amma mən qiyməti əşyasız deyəcəm sonunda. Kim istəsə əşya ilə də ala bilsə, onu özü ayrıca danış aparmalıdır, amma elektronik satılmamaq şərti ilə. Zalı hardasa nəzərinizə çatdırım, bir 24-25 kvadrat olar. Normaldır, pəncərələri tam işıqlıdır, skvazin yoxdur. Bax, bu tərəfindən də ikisində də pəncərə var. Havası, yəni havalanmaya uyğundur, belə deyək. Gördüyünüz kimi, bax, bu hissəsindən də pərdə də oynayır havaya görə. Bu tərəfdə arxası da açıdır, 2 tərəfə pəncərəsi var. Keçirik buradan mətbəxə. Mətbəxi də gördüyünüz kimi, hörmətli izləyicilər, sağlam vəziyyətdə təzə yığılıb. Evin təmiri səliqəlidir, səhmanlıdır. Ev sahibi özünə təmirlətdirib. Hər şeyin nə varsa keyfiyyətli materiallardan istifadə edib. Bu birinci mərtəbədəki olan sanuzeldir. Sanuzel də gördüyünüz kimi təmiri vəziyyətdədir. Bax, necəcə belə çatdırıb, hörmətli izləyicilər. Xırdalandan dairəsində Araz Marketin arxasından 200-300 metr içəridə bir tərəfə yuxarı yola, Xırdalan tərəfin yoluna yenə də orada 200-300 metr məsafədə, bir də o Sumqayıt-Bakı yoluna da çıxır. Yəni 3 yola çıxışı var. Yola da yaxın yerdə yerləşir. Çıxan kimi dəhlizlə rastlaşırıq. 3 də burada otaqdır. 1, 2, 3. Aşağıda da bir qonaq otağı. Burada bir uşaq otağıdır. Mebellər təzədir. Yəni, danışsanız mebellərlə qarşıda götürə bilərsiniz. Amma yenə də ev əşyasız qiymət deyiləcək. Bir otaq burada yenə gördüyünüz kimi. Pəncərələr, bax, görürsünüz, açıqdır. Havalanma tam uyğundur. Pəncərələr heç bir maneə törətmir. Burada yenə də bir yataq otağıdır. Haradasa 15-16 kvadratlıqdır. Butaq qoyulub, yanları hamısı açıqdır. Evin genişliğini için nəzərinizə çatdırıram. Eyni qaydada da burada da. İçində yenə bir otaqdır. Bu da haradasa 14-15 kvadratdır. Bu biraz xırdadır. Yenə də görürsünüz, tağlar qoyulub, tumbuçkalar qoyulub. Yanına yörəsini keçmək rahatdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, bax, bu da otağına tanış oldu. Bu otağına tanış oldu. Keçən bu da axırıncı sanuzel hissəsidir. 2-ci mərtəbənin sanuzelidir. Burada gördüyünüz kimi, hörmətli izləyicilər, təmiri qaydasında səliqəli bir evdir, səhmanlı bir evdir, təmirli evdir. Gördüyünüz kimi də hər şey qaydasında. Evdə o qədər skvazin havadır. Yəni, burada havanı həqiqətən rahatdır burada. Burada balkon hissəsidir. Burada çardaq hissəsidir. Gördüyünüz kimi. Çardağın belə hissəsidir. Balkonu zaten hamısı belə otur. Ev həqiqətən burada hava oynayır deyə evin içinin havasına söhbət ola bilməz.
Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evdən satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da, Facebook'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın. Evin qiymətini nəzərinizə çatdırıram. Kupçalıdır. Qiyməti də yəni əşyasız 145 min start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. 145 min start qiymət. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satan